Kitay maşını alır. Çünki xeyləm qiyməti aşağıdır. Təzədir adı. Amma bir dənə buna baxın. Dostum maşını vurub. Taksi çıxıb qabağına qırmızıda. Vurub yan. Onu qoyacağım videonun ortasında. Bir dənə baxın buna. Çangan Q05'dir. Bunun deməli üst ekranı plasmaslı da buradan başlayır. Plasmas. Bu plasmas. O. Bu yarısı sınıf yerlerde. Bak sınıf. Bu zbor gəlir plasmas. Gəlir bak bağlanır. Bakabini gelir. Sarı var ha. Bu sarı. Açılır. Gel. O gelsin. Zado. Açılır. Lanjironu gelir. 5 santim açılır. Buna bak. Bu vəziyyətdə. Bu necə qapı? Yerində. Kapotu. Sonra demeyin ki, Kitay maşını maşındır. Kitay maşını iqruşdadır. Bunun dəmiri bir dəmir gücüdür. Bakabin gəlib bura, bakabin gəlib bura. Krolonun kapot keçir, kapot çıxıb yerindən. Krolo gəlib girib qapının altına. Qapının altına gəlir. Yəni kim deyir ki, maşın iqruşdadır, həqiqətən də sadəcə sadəcə vəntəzdən kapotu. Hələ bu harasıdır? Bu faralarına bax bunun. Bu da bunun buferi. Bax, zədə döyür də yəni. Zədə döyür. Mən bağlamışam, dostumun maşınıdır bu. Faraya bax. Qabaqdan salamatdır, düzdür. Bir dənə bunun arxasına bax. Bax deyir. Faraların Q05'i bax deyir. Cırıq. Bax. Fara sınmıyor bax. Fara sınmıyor. Bax. Buna bax. Bu da gidən hissədir. Bax bunlardan hamısı cırılıb. Zapçası da ucuzdur. 2000 neçə paranın özüdür. Bu dumanlıdır. Düzdür. Allah buradan da bakayım. Yani bunlar gedib lanjironu. 2 tane radyatör değişilib. 3 tane radyatör dalqabaq gedir bunlarda. Distronik qırılıb. Radyatör partlayıb. Ekran bu hissə heç vaxt. Yəni mən görməmişəm ki, даже Koreya maşınında ekran olsun plasmasdan. Dəmir ekran bilir. Bu plasmasdır. Nə var? Yandırsam indi plasmas. Yenə də deyirəm ki, yəni Kitay maşını maşın kimi, yəni ayağı yerdən götürmək kimi maşındır. Amma ki, keyfiyyət baxımından Kitay hələ çox gedir.